Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə hər birinizi xoş gördük. Hörmətli möminlər və möminələr, mübarək Allah ayının əziz və hörmətli qonaqları. İnşallah bəhslərimiz silsiləvarı olaraq davam edilir. Əbu Həmzə Sumali duasının tərcüməsi və qısa da olsa şərhini siz əziz qardaşlara çatdırmaqdayıq. İnşallah bugün də İmam Səccad əleyhissalamın Əbu Həmzə Sumali duasının bir hissəsini siz əzizlərin xidmətinə ərz eləyəcək. Ondan əvvəl mən istəyirəm dua haqqında Qur'an-ı Kərimdə bir neçə ayələrə işarə eləyəm. Allah Qur'an-ı Kərimdə Bəqərə surəsinin 152-ci ayəsində buyurur ki, Fəzkuruni əzkurkum vəşkuru li və la təkfurun. Allah-u Teala buyurur ki, məni yada salın, mən də sizi yada salim. Mənə şükür eləyin, mənim neymətlərimə qarşı çıxmayın və neymətlərimə etinasızlıq eləməyin. Bu bir ayədir ki, Allah buyurur, əgər istəyirsiniz sizi yada salam, şərti budur ki, siz gələk məni yada salasınız və xatırlayasınız. İbrahim surəsinin 7-ci ayəsində Müteal Allah buyurur ki, Ləin şəkərtum ləəzidənnəkum. Əgər siz mənim verdiyim neymətlərə şükür eləsəniz, mən də o neymətlərimi artıraram. Və ləin kəfərtum innə əzabi ləşədid. Əgər verdiyim neymətlərə küfr eləsəniz, o neymətlərin qədrini bilməsəniz, mənim əzabım çox şiddətlidir. İmam Səccad əleyhissalam buyurur ki, Əbu Həmzə Sumali duasında insan bütün neymətlərin mənbəyini Allah bilməlidir. Yəni, bütün neymətlərin kökünü və bütün neymətlərin gələcək yerini mütəal Allahın vücudundan bilməlidir. Ona görə bu ayə kərimələr ki, siz əzizlərin xidmətinə ərz elədim, bunu çatdırır ki, biz gələk Allahın bizə verdiyi neymətlərin hamısını Allahdan bilək. Və bilək ki, o neymətləri bizə verən Allahdır və o neymətlərin şükrünü yerinə yetirək. O neymətlərin şükrünü yerinə yetirmək duanın qəbul olunmağının ən önəmli şərtlərindəndir ki, İmam Səccad əleyhissalam Əbu Həmzə Sumali duasında ona işarə edilir. Allahın müxtəlif neymətləri var. Qur'an-ı Kərimin Allah Teala Nəhl surəsinin 18-ci ayəsində buyurur, Və in təuddu ni'mətəllahi la tuhsuha. Əgər siz Allahın sizə verdiyi neymətləri saysanız, saya bilməzsiniz. İnnəlləhə ləğafurun rəhim. Həqiqətən Allah çox mehriban və bağışlayandır. Və başqa bir ayə-i kərimədə mütəal Allah buyurur, İnsan bu ayəyə diqqət eləsə, bu ayənin üzərində biraz fikirləşsə, Allaha daha da yaxın olar bu mübarək ayda. Allah yenə Nəhl surəsinin 78-ci ayəsində buyurur, Vallahu əxrəcəkum min butuni ümmahatikum. Allah sizi analarınızın bətindən dünyaya gətirdi, analarınızın bətindən xaric elədi. Bir halda ki, la tə'ləmunə şeyən, siz daha da yaxın olar bu mübarək ayda. Allah yenə Nəhl surəsinin 78-ci ayəsində buyurur, Vallahu əxrəcəkum min butuni ümmahatikum. Allah sizi analarınızın bətindən dünyaya gətirdi, analarınızın bətindən xaric elədi. Bir halda ki, la tə'ləmunə şeyən, siz heç bir şey bilmirdiniz. Uşaq idiniz ki, ananızdan dünyaya gələndə heç nədən məlumatınız yox idi. Və Allah Teala buyurur ki, və cəalə ləkumus səm'ə vəl əbsarə. Allah sizə
qulaq qərar verdi, göz qərar verdi və əfidətə sizə qəlb və qərar verdi. Ləalləkum təşkurun. Bəlkə şükür eləyəsiniz. Bu ayələr onu göstərir ki, bütün nemətlər Allah tərəfindəndir və insana Allahın lütfü nəinki ana bətnindən, bəlkə ondan da biraz irəli getsək, Allahın lütfü və rəhməti insana atanın sülbündən başlayır. Yəni Allah bizi əvvəl xilqətimizdən bu günə qədər öz rəhmətinə və lütfüne qərq edilib. İmam Səccad əleyhissalam da Əbu Həmzə Sumalidə buyurur ki, duanın qəbul olunmağının əsas şərtlərindən biri budur ki, insan Allahın nemətlərinin şükrünü yerinə yetirə. İstər o nemətlər maddi nemətlər olsun, istər mənəvi nemətlər olsun. Nemətlərin şükrünü yerinə yetirməyin biri və əsası budur ki, biz bütün nemətləri və bütün gözəllikləri Allah'tan bilməliyik. Necə ki, Allah Qur'an-ı Kərimdə buyurur ki, Şuara surəsinin 78-ci ayəsində Allah Teala buyurur ki, Əlləzi xələqəni fəhuvə yəhdin. Allah o Allahdır ki, məni xəlq elədi və məni hidayət elədi. Yəni, hidayət neyməti də Allah'tandır, yaradılış neyməti Allah'tandır. Və buyurur ki, və izə məriztu fəhuvə yeşfin. Əgər mən xəstələnəndə mənə şəfa verən də odur. Yəni, şəfa da Allah'tandır ki, bir neymətdir. Və buyurur ki, vəlləzi yumituni və yuhin. O Allah'dır ki, o məni diriltdi, yəni dünyaya gətirdi, öldürəcək və yenədən dirildəcək və ümid edirəm ki, o mənim qiyamət günüm günahlarımı bağışlayacaq və əfv eləyəcək. Yəni, əziz, hörmətli Allah ayının qonaqları, hörmətli qonaqlar, fürsətdir, səmanın qapıları açıqdır, duaların qəbul olan ayıdır, Allah övliyalarının bayramıdır bu ay, Ramazan ayı, Allahın xüsusi ayıdır, Allahın ən əzəmətli ayıdır və inşallah çalışaq bu ayın dəqiqələrini, saatlarını fürsət bilək və xüsusən namaz vaxtları əlimizi Allahın dərgahına qaldıraq, xalisanə dua eləyək. İmam Səccad əleyhissalam buyurur, duanın qəbul olunmağının şərtlərindən ki, qeyd elədi, Allahın neymətlərinin şükrünü yerinə yetirməkdir. Və buyurur ki, İmam Səccad əleyhissalam, şükrün ən yuxarı mərtəbəsi budur ki, Allah insana verdiyi bütün neymətləri onun razılığının yolunda xərcliyə. Ömürdür, Allah razılığına xərcliyə. Puldur, Allah razılığına xərcliyə. Sağlamlıqdır, o sağlamlığından Allah üçün istifadə eləyə. Yəni, əlində olan bütün neymətləri Allah yolunda istifadə eləyə, bu şükrün yuxarı mərtəbəsidir. Allah inşallah bizi həqiqi şükür əhlindən qərar versin. Hər birinizin Allah dualarınızı və ibadətlərinizi qəbul eləsin. İnşallah gələn çəkilişlərimizdə və gələn verilişlərimizdə görüşmək ümidi ilə. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.